Hardayam? Dohadayam. Ne var? Niye yavaş? Bundan niye əlli tutub ya? Mən burada zibirə düşməsəm yaxşıdır. Tər axırı məndən, su axırı məndən. Su gedir məndən. Mən bir dəqiq cəhənnəmdə özümü hiss edirəm. Bu da Doha. Qurban olaram Bakıya. Sanmışın yağışdan nə qorxur? Zibilə düşmüşəm axıra qədər gedirəm. Bu necə mən? Çox istidir ya. Başlayaq. Hardayam? Dohadayam. 9 saatlıq gözləməm var Zənzibara getmək üçün və bunu dəyərləndirmək üçün şəhərə çıxmaq istəyirəm. Şəhərdə baxdım hava temperaturunun 39 dərəcə istiliyi var. Eyb yox da, gedək tər suyun içində olsaq da gəzək deyirəm. Qətərin paytaxtı Doha. Yaxın Şərqin ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Qızmar səhranın ortasında yüksələn bu modern şəhər həm ənənəvi, həm də futuristik görüntüləri ilə insanı valeh edir. Amma məni heç valeh edə bilmədi. Çünki mən çox yanlış mövsümdə, yanlış məkanda olmuşam. Hava çox isti idi. Hətta nəfəs belə almaq çətin idi. İndi qalmışam belə ki, hara gedim, necə eləyim? İnternetim də yoxdur ki, araşdırma eləyə bilim. Axmalı deyib əvvəldən araşdırma eləmədim. Sadəcə olaraq xatırladım ki, chatbot'da yazmışdım. Belə bir şey eləyəcəm. O mənə bəzi stansiyaların adlarını bilmişdi. İndi yaxşı ki, onu yazmışam chatbot'da. Həmən stansiyaları tapdım. Westway deyib bir də Soğuk bazarını yerləyəm. Bu ikisinin adını artıq tapmışam metrosunda. İkisinə getmək niyyətim var. Gedim görüm nədirlər. Bir sözlə belə eləməyin ki, internetsiz qalıb adam əlacısız qala bilir. Mən buranın metro stansiyasında yerin yadını saxlamalıyım. Ama bu bazar dünya qoydana bu şahiddir ha. Qəşəngmiş qaqaşda. Çox qəşəng bir restorandır, bilməm nə restorandır bu. Belə. Amma köhnəlik ab-havası qorunub qalıbdır. Ya köhnəliyi yağ oyda çox qəşəngdir, mənə çox ləzzət elədi. Bu taxtalarda görəsən bunun yalanına vitrindir, yoxsa doğrudan belədir bunların. Qorumaq üçün dəyin ki, o üstünün ikinci mərtəbəni tikmək üçün belə deyə alta atmırlar beton armatur. Həmən armaturu yəni bu taxtadan atıblar. Ay, dobra çox genişdir uşaqlar. Bu barmağa gəldim çıxdım ki, heç bilmirdim bu barmaq buradadır. Bunlar məşhur barmağa, çatan gətirirlər bu barmağın yanına. Bu barmağın mənası nədir bilmirəm. Nə var, niyə qaqaş? Bura dar belə bir bazardır. O parçalar. Sıraya çıkartmayın. What? No, thanks. Bu ərəb şeyləri satırlar. Üç dənə arvadla gəzdir belə. Nə vecənə dünya alə. Dar belə bazar. Bundan niyə əlli tutub ya? Belə şeylər də olur. Sən hansı ciddi Hindistanlıydı ha? Qaqaşlar əllə tutub gəzirlər. Tərs suyun içində oldum ək. Belə bir dar, kəsək bazardır. Buranın qapılarına baxın, taxta. Taxta. Sədərək də belə deyək, mədəni, turistik sədərək. Amma burada yol bitir. Bir dar dalan. Çay şəhər kimi çox dardır. O cəhətdən qəşəkdir. Amma istidir də. Nə yandırılır, amma çox qəşək. Dəhşət iyi gəlir buna. Bu nədir belə? Çox qəşək iyi gəlir hər nə. Necə qorxurlar kamera görəndə. Ciddi deyirəm, düzlərini sıra çevirirlər. Mən burada zibirə düşməsəm yaxşıdır. Qadınlar sırf kamera görən kimi üzlərini belə riski gizlədirlər. Yəni bildiğim belə sürətli şəkildə. Dubayda Dohada bunlar mən maraqlıyam. Bunlar bir dəfə gördüm, bitdi gələn şeylərdir. Görməlisən, okey, amma yeni də nə var ki burada? Belə gəl. Bəlkə də səhv düşünürəm. İnsanlar var bunu sevirlər. İnsanlar var lüksü və bu səhralıqda qurulmuş bu dövlət mənə maraqlı deyil də. Okey də pulları var, hər şeyə pul verib elətdiriblər, amma təbiətin verdiyi bunlara heç nə yoxdur. Heç nə yoxdur. Kafeler de çöldü, üstü kafe tutmaq var. Kondisioneri yer yoxdur bunun. Bir də burada alkoqol satılmır. Söhbət yəni bəlli hər marketə girib alkoqol tapa bilməzsən. Dubayda da ki belədir. Allah, nəfəsim çatmır danışma. Alkoqol Dubayda da belədir ki, tapa bilməzsən marketə girib. Amma bəlli bir barlar var, yerlər var ki, orada gedib içə bilərsən. Burada da indi cəmaət elə düşünür, müsəlman ölkəsi dibinə qədər müsəlmanlar deyənə burada alkoqol yoxdur, var. Amma onda bəlli bir yerləri var, hər yerdə yoxdur. Məsələ sadəcə bundan ibarətdir. Bu da səhra daşı, səhra rozası, rozu belə adlanır. Təsadüfən qarşıma çıxdı. Deməli, buranın əsli deməli belə olubdu. Mən belə başa düşdüm. Əsli belə olubdu. Və sonradan bunu tikib özlərinə əmələ gətiriblər ki, necəsə
turistik bir yer olsun. Amma bu onun əvvəli qardaşlar, mən belə başa düşürəm. Əvvəli belə oldu. Soğuq Vaqif neymiş? Bura köhnə tacirlərin yollarında dəvə ilə gəlib burada satışlar falan eləyiblər. Bunlar bura pis gündə idi, sonradan buranı restorasiya ediblər. Bu 2000-ci illərdə restorasiya ediblər. Soğuq ərəb dilində bazar deməkmiş. Vaqif də dayanan deməkmiş. Birləşdirib nə məna kəsb edib bilmirəm, amma belədir. Burada ümumilikdə ədviyyatlar satılır. Nə bilim, turistlər üçün suvenirlər falan. Boşun, bu tipli şeylərin satışı həyatı keçirilir hal-hazırki vəziyyətdə. Və burada ərəb qəhvəsi içmək olar. Göstərdiyim bir daşlar var idi, o daşları da almaq olar. Bazarı ümid edirəm görürsünüz burada necə bir formatdadır. Gəlin qarşınızda sizə göstərim. Qarşıda belə. Belə bir deyim də var ki, Qatarın cəmaatının, buranın millətinin ab-havasını, ruhunu, atmosferini hiss eləmək istəyirsənsə, bura əsl məkanıdır. Qatarlar özləri gün ərzində burada olmurlar. Axşamlar onlar bura gəlirlər. Bir mərkəzi yerdə belədir, cəmaatın istirahət elədiyi yerdir. Gəlib kafelərdə falan oturduğu yerdir. Ancaq axşamlar əsasən onlar özləri burada olurlar. Oturarkən onlar heç vaxt ayaqlarını yerə qoyaraq oturmurlar. Mən bu detala fikir vermişəm. Bir ayaqlarım kafedə də belə oldu. Bir ərəb girdi içəri yoldaşı ilə. Ayağında da şəpşəpi var təbii ki. Çıxartdı ayaqlarını qaldırdı, qoydu yuxarı. Yəni belə uzanan formada kafedə oturdu. Halva. Sweet Oman. Halva. Okay. This one between this one Sultaniya, this one Amiriya, and this one Sultaniya, this one between. Okay. And how much? Bu qiymətləri. Oydu gedim mən sokulları tapa bilsəm. Çox qəşəngdir baxın. Şeylərə baxın. Çox bravo baxın. Öyle bir ağabey havası var. Əsəbləşdi. Thank you. Baxın. Çox qəşəngdir. Bunların gözləri ona görə bağlı olur ki, əl dişləməsinlər, bu ət yeyənlər də bunlar. Ona görə gözlərini bağlayırlar. Qiymətlərini indi soruşaq, sadəcə məlumatımız olsun. 5,000 dollar? Yeah, okay. Qatar riyalı. 5.000, 10.000 qiymətində. Çox qəşəngdirlər amma. Bu yəqin ki, məndən xəbəri yoxdur, bundan olsun. Bu cırır özünü. Bu getmək istəyir, ayağını da bağlayıb, la gedə bilmir. Bunların evlərində 4-5 ədəd olan adamlar var ki, 4-5 ədədini saxlayırlar. Bunların əsas quşlarını saxladıqları heyvanlardan da belə deyək. Baxın, hazırda maraqlanır, alış-veriş eləyir adam. Əlimi vururam, yaxşı. Əlimi aparsam pis işləyər. Ona görə qorxuram, eləyə bilmərəm. Bax, çəkəcək şəklini yəqin ki, almaq üçün. Sakitləşdirdi. O da onun şəklini çəkir. Videosunu yəqin gedirdi, papasına göstərəcək. Papası gəlib bunu son alacaq. Qaqamın özünün papangül balası rübtasında. What's they are eating? Chicken? Başım, ancaq toyuq illərdir yəni. Ümumən bunda bildirim ki, bax, şəhər çox təmizdir. Təmizliyin səbəbi isə zibil atmağın cərimələrinin böyük olmasıdır. 2000-dən yuxarı cərimələr var burada deyirlər. Nəticəyə bax, yəni şəhər təmiz olur. Yəni bizdə o deyirlər 300 manat cəriməli zordur, əcəb eləyirlər. Niyə yerə zibil atmalısan? Dəvələrin bir fərqi var ki, bunların üstündəki nə deyirlər ona, bilmirəm. Beli var da belə deyim. Beli tini bunlarda bir dənə olur. Yəni normalda dəvədə 2 dənə belə olur, ortasına oturursan. Bunlarda bir dənədir. Ona görə onlara xüsusi oturacaq düzəldirlər ki, adam otura bilsin, onun üzərində sürə bilsin. Uzun sözün, oyda, bura başqaymış. Mən bir yerdən tər axırı məndən, su axırı məndən. Nə interneti hesablamışam, nə pulu hesablamışam, heç kartda yaxşı ki, pulum var idi. Lazım olan xırda-xırda şeyləri həll edirəm. Amma ümumilikdə nə realın nə qədər olduğuna baxmamışam, heç real olduğunu bilmirdim.
Bayaq danışanda bildim ki, buranın pulu realdır. Yenə bilmirəm nə dərəcə görsənir. Mən çəkəcəm. Bir də əlimin tərliyinə, suluğuna bilməm. Buradan gör. Su içindəyəm. Alnımda görsənir ki, su gedir məndən. Mən Vespa'ya gəldim, amma burada qalmağı heç düşünmürəm. Yəni hər şeyin, hər yerin, hər məkanın öz mövsümü var. Mövsümündən kənar heç yerə getmək lazım deyil. Bunu anladım. Mən bu dəqiqə mövsümdən kənar bir yerdəyəm. Bu zülmə dəymir. Yayda bir sözlə Dohaya gəlməyin heç bir halda adı yoxdur. Yəni axşam da çıxılası deyil. Deyək ki, axşam sərinliyi düşəcək, axşam da çıxılası deyil. Mən bir dəqiqə cəhənnəmdə özümü hiss edirəm. Ən zəhləm gələn şey tərləmək. Tər suyun içində olmuşam. Mən bu qədər adam tərliyə. Çox istidir. Həddindən artıq istidir. Mən qayıdıram aeroporta. Eybi yox, mən hava limanında gözləyərəm neçə saat. Amma yəni burada belə nə mənası var bunun? Hə. Eyni Dubai Tahit'də bu da ha. Dənizə zaten gedib girəsən bəlkə orada səni o da Allah bir dənizə su ilə cəhənnəmin içi olacaq. Ya bu yanında binaları sizə göstərim. Çıxım gedim aeroporta, sən Allah bu nədir? Belə zülmə dəymir. Gəlmək olar bura qışda gəlginə. Qışda hətta mən düşünürəm ki, zövq verir. Öz ölkən soyuqdur, durub gəlsən hansısa isti ölkəyə və zövq alır. Amma hal-hazırki vəziyyətdə o deyil. Yəni mənim hər yeriməyim 5 litr su itilmək kimi bir şeydir. Əsəbləşirəm, vallahi əsəbləşirəm. Ha, budur, bu. Ha. Bu da Doha. Bunun üstündə tikiblər qoyublar ki, böyük hündür bir pulumuz var, tikmişik. Vəssalam, heç nələr yoxdur. Bu hava ya, hava. Qurban olaram Azərbaycana, qurban olaram Bakıya. Bakının istisində səhər axşam deyinən biz buradakı insanların zülmündən xəbərimiz yoxdur. Burada aldığın oksigen var ha, o çox şey rol oynayır dostlar. Sən bu oksigeni alırsan, oksigen deyil də bu nəsə başqa bir qaz alıram elə ağzıma. Belə hava olmur, bu hava deyil, bu cəhənnəmin ortasındasan sən. Ona görə elə özümüzkindən gözəllik yoxdur, qədrini bilməliyik, tanımalıyıq, fərqinə varmalıyıq. Mən qayıdıram dostlar, bax, yəni görə biləcək, bax burada da bir bina var, hə, o da uzun, hündür, hə, hündür bina, hə, nə olsun, hə. Hə, gəl, burada da bax, hə, gerək bura qədərdir. İstanbul'un yağışdan nə qorxun, zibilə düşmüşəm, axıra qədər gedirəm. Əlavə yerə getmək istəmirəm, özüm metro stansiyasının ətrafında bir-iki dənə belə kadr sağ-sol göstərim, pis yox. Öləcəm bax mən. Çox istidir yolu. Hayda. Hə, boşum, bax belə. Bax, qardaş. Doha. Bura Doha. Doha, tərdən Doğa. Bax, belə bir qafiyə ilə siz üçün belə bir lazımsız mənzərəli bir şey göstərir. Neyse, sağ olun. Hərliminlə metro hava limanından şey eləyərəm. Devamını çəkərəm.